Din ki, deyir, istəklə mübarizə apar. Yəni, az və aşağı dərəcəli istəklə mübarizə apar, çox və yuxarı dərəcəli istəklərin xeyrinə. İnsan ruhu bilirsiniz nədir? Yüzlərlə istəyin, ya onlarla istəyin toqquşma meydanıdır. İstək söhbəti gedir. Deyim, mən istədiyim kimi yaşamaq istəyirəm. Mən deyirəm ki, baş üstə, əla, gözəl, bu istəyi əldən vermə. Xahiş edirəm, istədiyin kimi yaşa. Kefin istəyən kimi. Amma ya kefi təhlil eləyək. Görək, sənin kefin neçə şeylər istəyir. Sənin içində bir yaxşı istəklər var, bir pis istəklər var. Razısan, bəli. Yaxşı istəklər hansılardır, pis hansılardır? Yaxşı istəklər o istəklərdir ki, ləzzəti çoxdur, davamlıdır və dərin. Pis istəklər o istəklərdir ki, ləzzəti azdır, səthi və kesicidir. Siz qəbul edirsiniz ki, indi, bax, sizin oruç tutanların ləzzəti indi oruç tutmayanlardan çoxdur. Bunu qəbul edirsiniz, bunu başa düşsəz. Oruç tutmayan deyər ki, mən bacarmıram, amma kefdə bunlardır. Din düz təbliğ olunsa, cəmaat dinə belə yanaşar və bir-birinə rəqabətə girər bu dinə daxil olmaq üçün, bu dinin daxilində olmaq üçün. Və bir gün bəşəriyyət bunu anlayacaq. Zuhur bilirsiniz nədir? Cəmaat biləcək ki, xeyrin buradadır. Axışacaqlar dinə. Deyəcək, buna deyilər İmam Zamanın zuhuru. Cəmaat başa düşəcək ki, praktiki olaraq dinsiz nəfəs almaq olmur, yaşamaq olmur. Praktiki olaraq dinsizlik ziyandır, ziyana gedir yaşayış. Xeyir bundadır. Bir gün bunu başa düşəndə izdiham yaradacaqlar din qapısının ağzında. İmam dinin sahibi onda gələcək ki, bəşəriyyət yetkinləşib bunu başa düşəcək. Adamların ağlı kamilləşəcək, rəqabət mühiti yaranacaq. Hədisin gözəlliyinə baxın. Bir-birinə yaxşılıq eləmək istəyəndə qulağına deyəcək ki, kəsənə bir xəbər eləyib, filan küçədə kasıb yaşayır. Gedək ikimiz eləyək, dostluqda da, dostluq haqqım var boynumda, bunu sənə xəbər eləyirəm, deyirəm. İmam Hüseyin axırda neynədir? Borclarını sayırdı Allaha. Üstün ya. Çünki gördü ki, bu Allaha nəsə eləmək olmur qarşılıqsız. Bacarmadı da. İstədi nəsə qarşılıqsız eləsin, elə qarşıladı Allah onun qurbanlarını. Elə əvəzlər verdi ki, picablar çəkilmişdə görürdü ki, nə yağır üzərinə. Dedi ki, mən borcluyam sənə. Allah kimisə borclu eləməmiş öldürmür dostlarından. Və bütün bunlardan sonra dünya məhəbbəti niyə pisdir? Çünki azdır. Biz elə bilir ki, Allah deyir, dünyaya dəymə ya. Estağfurullah, estağfurullah, nəuzubillah, nəuzubillah, 100 dəfə estağfurullah. Allah paxıllıqdan deyir ki, dəymə dünyaya. Biz elə bilir ki, bizi məhrum edirdi. Yox, bu sənə layiq deyil. Dəyə, iç, yaşa. Amma dünya pərəst olma. Çünki bu səni məhdudlaşdıracaq. Sən az ləzzət alacaqsan, mən istəmirəm. Sən çox ləzzət alasan. Sən mənim kimi ola bilərsən. Sən gəlib özü burada ilişdirmə. Sevgidən deyir dünyaya ilişmə. Nəinki desin, belə deyək, məhrum eləmək üçün desin insanı.